Birinci A-dan B-yə gedən yola baxırıq. Yazıram 1. İlkinlərə 1 yazıram. A-dan B-yə 1, C-yə də 1, Y-yə də 1 yazdım. Sonra A-dan D-yə də 1 yazırıq. İndi B-yə gələn yol 1-dir. Bax, burada ardıcılığa diqqət eləməlisiniz. B-dən C-yə 1 gedəcək. Burada Y-dən H-a da 1-dir. Y-dən D-yə də 1-dir. İndi gəldik D-yə gələn. Baxın, D-yə gələni birinci tapmalısınız, sonra C-ni. Çünki baxın, Y-dən D-yə gəlir, D-dən qayıdır C-yə. D-yə gələn yollar neçə dənədir? Biri A təpəsindən gəlir, biri də Y təpəsindən gəlir. Neçə çıxacaq D-dən hər təpəyə? 2. Burada 2 yazıram. Burada 2 yazıram. Y-yə onsuz da 1 yol gəlir, burada 1 yazıram. İndi gəlirəm C-yə. C-yə gələn yollar neçədən oldu? Baxın, biri B-dən gəlir, biri A-dan gəlir. 2. İkisi də D-dən gəlir. Deməli, C-dən neçə çıxacaq hər təpəyə? 4 çıxacaq. 4. B-yə də gələn 1-dir. Buradan B-dən F-ə də 1 çıxacaq. Bəli. Və ona diqqət eləməlisiniz burada. İndi H-a gələn. Burada H-a gələn bir dənə yol var. Bu da Y-dəndir. Yazdıq bura 1. H-dan burada İ-yə də bir dənə yol gəlir. Bir yol çıxacaq. Sonra gəldi indi F-ə. F-ə gələn yollarımız neçə dənədir? Biri B-dən gəlir. Yox, 3 niyə? Yox, 5-dir. C-yə 5-dir. Ay sağ ol. 5-dir. C-yə də 5 gəldi. İndi C-yə gələn ümumi yolları toplayırıq. 5 birindən gəlir, 4 birindən 9, 2 birindən 11, 1 birindən 12, bir də bir də buradan gəlir 13. J-dən də çıxdı 13. Gəldi İ-yə gələn yollar ümumi. 5 birindən, 13 birindən, bir də birindən. 19 çıxacaq. 19-dur çox. Burada 19, burada 19, burada 19. Aydındır. İndi J-yə də gəlir elə 19. Buradan da 19 çıxacaq, buradan da 19 çıxacaq. Axırda da 3 dənə 19-dur. 19-u vurdunuz 3-ə, 57. Aydındır. Mən ki o D-dən C-yə gedən çəkməmişəm, hamısı səhv anlığı oldu. Ay sağ ol da. Burada elə ən incə məqam buraydı. Bir dənə bura diqqət eləsəz, qalanı artıq ardıcı gedəcəkdir. Bir dənə incə məqam o hissəydi. O hissəyə diqqət eləməliydiniz. Onu yəni qaçırsaz, ümumiyyətlə bu qraflarda bir dənə 1-2 sürüşdü. Ümumiyyətlə cavabınız səhv alınacaq. Ona görə diqqətlə işləyin bunu.